Salam, Lux International Hospitalın cərrah oftalmoloqu Nərmin Səfərova. Bugün sizə gözləri tez-tez ovmağın təhlükəli tərəfləri haqqında məlumat verəcəm. Çox zaman gözlərdə yanma, batma və ya tez-tez ovma istəyi olur. Bunu adətən allergiya kimi qəbul edirlər və ciddi bir hal saymırlar. Lakin zərərsiz hesab etdiyiniz bu vərdiş göz sağlamlığı üçün risk faktoru daşıyır. Gözləri tez-tez və güclü şəkildə ovmaq buynuz qışağını nazildir, zəiflədir və keratokonus adlanan ciddi bir xəstəliyin yaranmasına səbəb ola bilir. Keratokonus zamanı görmə tədricən bulanır, eynəklə tam düzəlmir və pasiyentlər bunu gec anlayırlar. Gözlərdə tez-tez ovulma istəyi, yanma və allergiya əlamətləri hiss edirsinizsə, mütləq oftalmoloqa müraciət edin. Sadə bir narahatlıq kimi görünən bu vəziyyət vaxtında yoxlanmasa, əməliyyat tələb edən mərhələyə keçə bilər. Gözlərinizin sağlamlığı üçün müayinənizi gecikdirməyin.